Salam değerli izleyiciler, 2 yanvar 2026-cı il bayat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir. Belə bir açıqlamayla Qida Təhlükəsizliyi Agentliyi çıxış edib və bildirilib ki, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər 2 saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda açıq şəkildə saxlanıldıqda və sucuya yerləşdirilmədikdə sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur, lakin bayat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə belə bakteriya sporları sağ qala bilir. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Əksər hallarda insanların yeməyin xarab olub-olmadığını qoxlamaq və ya dadmaqla müəyyən etməyə çalışdıqları bildirilir. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən də çoxala bilir və xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir. Məlumatı Qida Təhlükəsizliyi Agentliyi yayıb.